Milli Məclisin plenar iclasında deputat Məlahət İbrahim qızı bildirib ki, bir neçə gündür mətbuatda əsas məsələ Səbail rayon məhkəməsində Ramiz Mehdiyevə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması maddələri ilə ittiham olunaraq onun haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Və millət vəkili çıxışı zamanı vurğulayıb ki, Azərbaycan xalqı çox yaxşı bilir ki, Ramiz Mehdiyev kimi dövlət hərisləri olsa da, onlar cənab prezidentin dəmir yumruğu qarşısında çox acizdirlər. Müstəqilliyin ilk illərində dövlət çevrilişi etmək istəyənlər də bunu bacarmadı və xalq Heydər Əliyevin ətrafında birləşdi. Deputat qeyd edib ki, Ramiz Mehdiyevin bu addımı Azərbaycanı dünyada tanıdan prezident İlham Əliyev, o cümlədən azadlıq, müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizə ən böyük xəyanətdir. Və sonda xanım deputat qeyd edib ki, tarix bugünü unutmayacaq, Ramiz Mehdiyev və onun silahdaşları mütləq cavab verəcək.